Vaxtilə öldüyü zənn edilən aktyor adam içində üzə çıxmasına peşman olmadı ki, sevindi. Bugün tanınmış aktyor bir daha duygusal hisslər yaşadı. Adam içində verilişində daha bir duyğusal hadisə baş verib. Verilişin yaradıcı heyətinin araşdırması zamanı həyatda olduğu üzə çıxan və evsiz qalan aktyor Fikrət Məmmədov axır ki, müvəqqəti evlə təmin olunub. Qeyd edək ki, bir oğlu olan Fikrətin ailəsi ilə çoxdan əlaqəsi kəsilib. Oğlu atası ilə barışmış, amma buna baxmayaraq ata evsiz, eşiksiz qalmışdı. Yeni evində çəkiliş aparılan zaman aktyor duyğusal şəkildə bütün verilişin kollektivinə öz minnətdarlığını bildirib. Vallahi inanın mənə ki, sizin efirünüzdən sonra hələ bir nağıla düşmüşəm. Vallahi çox sağ olun. 20 sayılı mənzil istismar sahəsinin rəisi aktyorun 2 otaqlı tam təmirli evlə təmin olduğunu deyib. İnanmazsınız, biz görkəmli aktyorumuz Fikrət Məmmədovu efirdə izləyəndən sonra gərgin hisslər keçirdik onun həyatı. Çox gərgin hisslər keçirdi. Mənzil istismar sahəsinin rəisi onu da qeyd edib ki, aktyor daimi evlə təmin olunana qədər müvəqqəti evdə qala bilər. Aktyorun həm kommunal, həm də ev kirayəsi pulu rayonun daxili imkanları hesabına təmin olunacaq.